Biz indi Tərtər rayonunun Kəbirli kəndinə canlı bağlanacağıq. Burada Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə indiyə kimi ən böyük sığorta ödənişi həyata keçiriləcək. Bəli, qeyd edək ki, meyvə bağlarında dolu yağması nəticəsində yaranan keyfiyyət itkisinə görə sığorta ödənişi ilk dəfə olaraq məhz bu hadisə çərçivəsində reallaşır. Bu da aqrar sahədə risklərin idarə olunması istiqamətində mühüm addım kimi qiymətləndirir. İndi biz artıq əməkdaşımız Şöhrət Eyvazova bağlanırıq. O son məlumatları çatdıracaq bizə. Buyur Şöhrət, artıq efirdəsiz. Bəli, Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovla proseslə bağlı geniş məlumat öyrənməyə çalışacağıq. Buyurun Şöhrət, eşidirik, efirdəsiz. Meyvə bağlarının birindəyik, daha dəqiq desək, Şaftalı bağı ərazisindədir və görürsünüz artıq orada işçilər də öz təsərrüfat fəaliyyətlərini davam edirlər. Lakin burada bizim gəlməkdə məqsədimiz onların təsərrüfat işlərini yox, may ayında dəymiş zərərin, operatordan xahiş edəcəm şəkilləri göstərsin. May ayının əvvəlində dolu yağması nəticəsində dəymiş zərərin şəkilləridir bunlar və onlar Aqrar Sığorta Fonduna müraciət elədikdən sonra yenə operatordan xahiş ediləm o simvolik çeki göstərsin. 321.602 manat ödəniş, Aqrar Fondun 5 illik fəaliyyəti ərzində ən böyük ödəniş həyata keçirilir. Biz sahibkardan bir neçə kəlmə hadisə haqqında məlumat alacağıq. Zəhmət olmasa o prosesi, dolu prosesini və müraciətinizi deyin. Aqrapot MMC olaraq 2017-ci ildən bağçılıq fəaliyyəti göstəririk. Ərazimiz dağlıq olduğu üçün bu ilin 25-ci ilin mart ayında Aqrar Sığorta şirkətinə müraciət elədik. Bağı sığortaladıq. May ayının 11-i günü bağımızı dolu vurdu. Dolu vurmağın nəticəsində də biz də Aqrar Sığortanın işçiləri ilə əlaqə saxladıq. Onlar gəldilər, yerdə nümayəndələr dəyən ziyanı təsdiq elədilər. Ona görə də bugün bizə sığorta ödənişi edirlər. Təşəkkür edirəm, sizə uğurlar arzulayıram. Daha rəsmi məlumatı, daha statistik məlumatları biz Aqrar Sığorta Fondunun əməkdaşı Əli Əhmədovdan alacağıq. Əli müəllim, bizə həm bu proses haqqında, həm də fermerlərə bir çağırışınız varsa edin. Hər vaxtınız xeyir, salamlayıram sizdən tamaşaçılarınızı da. Bəli, doğrudan da qeyd etdiyiniz kimi Kəbirli kəndində böyük təsərrüfatdır, meyvə bağı təsərrüfatıdır. Sığortalamışdı Aqrar Sığorta Fondunun xidmətlərindən istifadə etməklə. Məlumat üçün deyim ki, Aqrar Sığorta Fondu meyvə bağlarını müxtəlif risklərdən qoruyur. Dolu, fırtına, qasırğa, sel su basma, şaxta vurma və əlavə doludan keyfiyyət itkisi riski də var. Bununla dolu riskinin fərqi ondadır ki, dolu riskində miqdarı azalır. Məsələn, 20 ton gözləyirsənsə məhsul 20 tondan 15 tona düşür. Doludan keyfiyyət etkisi riski isə o deməkdir ki, məhsulun həcmi azalmır, amma keyfiyyəti azalır. Burada şəkillərdə də icazə versəz göstərərdik. Bax, bu yığılan, necə deyərlər, şəkillərdir, hansı ki, buradakı məhsulların üzərindəki ləkələr və bu keyfiyyət aşağı salır. Bunun əsas təsiri nədən ibarətdir? Belə olduqda meyvənin satış qiyməti azalır, meyvənin üstünə çopur olduğuna görə, qabıqları qopduğuna görə, zədələndiyinə görə onların həm qiyməti aşağı düşür, həm onun ixracı imkanı olmur, həm də satış problemi olur. Ona görə ola bilər hətta məhsuldarlıq deyiləndən artıq olsun, amma onun satışında problem olduğuna görə ilk dəfə olaraq Aqrar Sığorta Fondu öz tarixində keyfiyyət itkisindən sığorta ödənişi həyata keçirdi. 321.602 manat məbləğ. Bəs çağırışınız da qısa bir neçə cümlə. Fermerlərə bax bu hadisənin fonunda heç Allah eləsin heç olmasın risklər, amma bu haqda fikrinizi deyin. Təsərrüfatın nümayəndəsi ilə qeyd elədiyi kimi bura dağlıq ərazidir. Ümumiyyətlə Azərbaycanın bütün ərazilərində təbiət riskləri həmişə olur. Biz fermerləri dəvət edirik ki, bax bu təsərrüfatın timsalında problemlərlə üzləşməmək üçün, zərərdə qalmamaq üçün öz təsərrüfatını sığortalasınlar. Maraqlansız əgər təsərrüfatın bizə ödədiyi sığorta haqqı bu məbləğdən qat-qat aşağıdır. Amma onlar zərərə düşdükdə Aqrar Sığorta Fondu dövlətin dəstəyi ilə öz ödənişini yerinə yetirdi. Fermerlər də tövsiyə edir ki, öz təsərrüfatlarını sığortalasınlar. Sığortaya verilən pul heç vaxt batmır. Təşəkkür edirəm. Bir daha xatırladıram ki, biz sizinlə Tərtərin Kəbirli kəndi ərazisindəki Şaftalı bağından, dolu dəymiş Şaftalı bağına Aqrar Sığorta ödənişi ilə bağlı məlumatı təqdim elədik.